Vahid, belə bir məsələni mənə izah et. Deyək ki, iki dayaq üzərində bir tir oturdulub və onun ortasından ona topa qüvvə, yəni yük təsir edir. Tir poladdan, taxtadan və ya digər materiallardan ola bilər. Yəni burada onun materialının əhəmiyyəti yoxdur. Yükün sıfırdan başlamış tirin qırılmasına qədər tədricən qiymətini artırsaq, tirin gövdəsində ağ işıq zərələrinin hərəkətində, onların tir uzunu boyunca paylanmasında nə kimi dəyişikliklər baş vermiş olur? Yüksüz halda tirin cismində ağ işıq zərələri çox sakit, təlatümsüz axımını mütəmadi davam etdirir. Ortasına yük qoyduqda ağ işıq zərələrinin intensivliyi dəyişiləcək və bu şəkildəki formaya uyğun qaydada hərəkət edəcəklər. Yükü artırdıqca əhvalat biraz da dəyişəcək. Yəni ortasında zərrələrin toplumu çox, qıraqlarında isə az olacaqdır. Yükü tirin qırılma həddinə çatdırdıqca zərrələrin toplumu kürə formasına çatacaq. Tir ortadan qırılandan sonra hər iki parçada zərrələr yenə də öz sakit, rəvan axımını bərpa edəcək. Zərrələrin tir boyunca bu şəkillərdəki kimi paylanması onun hifzindən ötürüdür. Bir qabın içərisində suyu qaynatdıqda ondakı zərrələr özlərini nətər aparırlar? Temperatur artdıqca hansı proses gedir? Qabın formasından asılı olmayaraq suyun temperaturu artdıqca zərrələr axımı vasitəsilə istilik suyun həcminin mərkəzinə ötürülür və burada toplanır. Həmin nöqtədən, mərkəzdən başlamış istilik kürə şəklində öz diametrini getdikcə artırır. Bu istilik kürəsindən qıraq nöqtələrdəki zərrələrin axını hələlik köməkçi rol oynayır. Suyun bu kürədə temperaturu 80-90 dərəcə Selsiyə çatdıqda kürənin diametrinin uzunluğu qabın daxili diametrini də ötüb böyüyür və bu uzunluq suyun səthinə doğru çatdıqca temperaturun qiyməti də 100 dərəcə Selsiyə çatmış olur və qaynama başlayır. Qaynama istilik kürəsinin mərkəzindən başlayır. Filizləri və ya hər hansı maddəni əritdikdə də bu proses eyni qaydada baş verir. Amma hərəsinin qaynama temperaturunun qiymətindən asılı olaraq istilik kürəsinin radiusu təqribi olaraq bu mütənasibliklə dəyişilir. Suyu, metalları və başqa ərinmişləri soyutduqda proses əksinə gedir.